Boş ver rədd olsun. Boş ver. Xoruz yox idi, səhər açılmırdı. Neyse boş vermiş olur. Bir insan bir insanın pis günündə əl tutmağını yerə vurursa, o insandan hər cür alçaqlıq gözləyirəm. Zaten bunu hamı bilir ki, o pul dostudur. O mənfəət güdür insanlardan. O mənfəət güdür. Başa düşdünüz? Mənfəət. Bir şey ki, mən baboşu dörtlüyə gətirəndə ağız burun əyə. Mən onu yalvara gətirmişəm baboşu dörtlüyə ki, xəstədir, qoy pulun qazansın. Deyir, onsuz da o şikəst olub, püskünə qalıb. İnvalid kimi bir şeydir, işimizə yaramır. Həmin insan deyə onu deyəm. Ailənin canından da olsun. Sən var ha, sən mənfəət deyir, işimizə yaramır. Yəni daha yaxşı cəza eləməyəcək. Yarımcandır. İndi Allah haqqı, tövbə Allahım. Yalvara gətirmişəm baboşu dörtlüyə. Yalvara. Başa düşdünüz? Yox, mənim ondan dostluğum bundan sonra bitdi. O ki, durdu canlı yayımda mənə o sözü dedi, ayıb olsun ona. Mən insanın dar günündə bax, sənin cibin boş dolu olar, mən sənin yanında olmaram. Bax, Qurana da əlimi basaram. Mən ona görə heç kəsin yanında çox bəxtim yoxdur. Başa düşürsünüz? Niyə mənim evim yoxdur? Niyə mənim heç nəyim yoxdur? Çünki belə şeylərə görə, ürəyimə görə, başa düşdünüz? Mən dostluğu bundan eləmirəm. Amma durub mənim üzümə ağ olur. Mən yetim uşaq saxlaya, sən mənə gəlib ağız açdın. İndi handa bir oğlan kiməsə pul verəndə deyir, davay, gətir pulumu ver. Bir dəfə ağzımı açıb o pulun adını tutmamışım. Bilsiz niyə? Demişəm, dostu, bir olanda verər. Sən özün bir adama 1 manat borc verən kimi özünü cırırsan. Ayıb deyil. Turub bir dənə Timan şəklin zarafata dedim, qoymayacam. Gördüm, baxdım o bir səhifədən, gördüm dalımca vırtılıyırsan. Mən sənə dedim, sən söydüm, artıq söz dedim. Oğlana indi gətirib borc verəndə deyir, doğ. Pulumu gətir, ver. Və ki, səhv deyirəm. Sən real həyatında sənə dostluq edən mən, dar günündə əlimi tutan mən. Sən 2 dəqiqədə məni Timaya satırsan. Söhbət Timadan getmir. Ayıb olsun sənə. Başa düşdün? Gör sənin ətrafında bir dənə dastoyun oğlan var. TikTok'dan. Var gör. Gör səndən hansı yayıncı oynayır.